Ahirətdə tövbə etməyən günahkarların halı necə olacaq? Tövbə etməyən fasik sayılır. Günah üzərində ölənlər fasiklərdir, düzdür, asilər, fussaq. Ahirətdə onların halı, əziz qardaşlar, bu barədə firqələrin görüşləri bir deyil, iki deyil, müxtəlifdir. Yəni, insan böyük günah sahibidir, bu dünyada yaşayırdı, fasik idi, tövbə eləmədən öldü. Ahirətdə bu insanların halı barəsində aqibəti necə olacaq? Məalı. Firqələrin görüşləri bir deyil, bir neçədir. Məsələn, bəzi tayfa deyiblər ki, nicat tapmayacaqlar, onları əzab gözləyir. Getdi onlar və salam, əzab. Bunu vaidilər deyiblər, vaidiyyə. Kimlər də vaidilər? Bilmirsiniz? Xavariclər. Xavariclərə görə böyük günah sahibləri, fasiklər batdı. Nicat tapdı, yoxdur, əzab. Əhlüsünnə alimləri xavariclərə bu məsələdə şiddətli rədd ediblər, inkar ediblər onları. Şiddətli və haqqı bəyan ediblər ki, bu səhvdir, müxalifdir. Bir qrup tayfa yaxud firqə deyiblər ki, tam əksi. Tam əksi olanda nə baş verir? Bağışlanacaq. Yəni, fasiklər, axirətdə, asi insanlar, günahkarlar nicat tapacaqlar. Onlara əzab yoxdur. Onlar birbaşa cənnət əhlidir. Tam əksi. Bu kimin firqələrin içərisində kimin görüşüdür? Murciə, özü dəğulat murciələr, lap şiddətli, betərləri,ğulat, həddaşanlar. Qatı murciə, əhsən. Niyə? Çünki bunlar deyiblər ki, günah imana zərər vermir. Və salam, problem yoxdur. Qardaşım, içəridə inanmırsan Allaha, möminsən də yox. Deyiblər ki, insan mömin bilməsindən olur, qəlbindən. Bildiyin, möminsən. O günahlar ki var, edirsən, o imana zərər vermir. Problem yoxdur. Qardaş, zərər vermirsə, axirətdə sən heç nə olmayacaq da. Sözlərin canı budur. Zərər vermir. Günahla yanaşı imana zərər toxunmur. İmanla yanaşı günah edəndə zərər toxunmur imanla. Bu,ğulat murciyələrin görüşüdür. Ona görə də buna əsasən deyiblər ki, nicat tapacaqlar axirətdə fasiklər. Bəs salam. Bir qrup, bu haqdır yoxsa yox? Batildir, qardaş. Əhlüsünnə imamları, xüsusən Şeyxülislam İbn Teymiyyə rahimehullah, bu firqəyə şiddətli dərəcədə rədd edib. Bəzi firqələr deyiblər ki, təvaqquf edirik. Təvaqquf edirik. Nə deməkdir? Dayanırıq, susuruq, nə mənada? Deyiblər ki, hər şey ola bilər. Hər şey ola bilər. Yəni, Allah qiyamət günü onları bağışlaya da bilər, hamısını. Allah onların hamısına əzab verə də bilər. Söhbət kimdən gedir? Fasiklərdən. Fasik, mömin fasiklərdən hansı ki, günahla ölüblər. Allah bəzilərini bağışlaya bilər, bəzilərinə əzab verə bilər. Təvaqquf edirik, bilmirik, hər şey ola bilər. Nə deyirsiniz bu görüşə? Əhlüsünnədən? Mu'təzilə? Deyir ki, biraz oxşuyur. Bu görüş əksər kəlam əhlinin görüşüdür, mütəkəllimlərin. Şeyxülislam İbn Teymiyyə rahimehullah əksər cəhmiyyələrə nisbət edib bu görüşü və bəzi əşarilər də deyiblər. Məsələn, Qadi, İbnül Bəqqiləni və başqaları. Batildir bu görüş, şək yoxdur. Hər şey ola bilər. Bismillah. Bir qrup tayfa deyiblər ki, qardaş, ümumiyyətlə axirətdə əzab deyilən şey yoxdur. Nə möminlərə, nə kafirlərə. O əzab söhbəti var, bu dünyada biz oxuduğumuz Quran ayələri ki, yoxdur. Ona biz nə deyiblər? O insanları qorxutmaq üçündür, təxfif. Normal yaşayasınız. Hər şey ədalətli olsun. Sən qorxuya düşəsən, bu dünyada özü yaxşı aparasan. Amma həqiqətdə, yəni öldünsə axirətdə nə əzab?
Yoxdur əzab. Yerli, dibli əzabı inkar ediblər. Hə, bu haqda, hə? Küfürdür, qardaş. Küfürdür. Hə, Firavun əzab yoxdur. O, yer üzündə o adillik olsun deyə, nizam-intizam qorxudub. O ayələr qorxutmaq üçün deyiblər. Bu, fəlsəfəçilərin görüşüdür. Filosoflara baxın, filosof əzaba inanır. Yaxın, məsələn, qaramitalar, lap pis firqələrdir, batinilər. Bunlar inkar ediblər. Əl-mühim, 5-ci görüş əhl-i-sünnənin görüşüdür. Əhl-i-sünnə bu məsələ barəsində nə deyib? Kitaba söykənir və sünnəyə söykənir. Nə deyib əhl-i-sünnə? Deyiblər ki, bunu yadda saxlayın, bu bizim əqidəmizdir. Fasiqlər barəsində görüşümüz, əqidəmiz. Deyiblər ki, müəyyən asilər var, müəyyən. Müəyyən asilər deyəndə nə başa düşdünüz? Bəzilər yox, fərd. Nadir, fərd. Müəyyən isə, konkret. Filan kəs. Fasiqdir, tövbə eləməyib, ölüb. Müəyyən, fərd. Müəyyən asilər qiyamət günü, axirətdə Allahın istəyi altındadır. Allah istəyəcək onu bağışlayacaq, ibtidaən, başlanğıc olaraq əzab görmədən cənnətə salacaq. İstəyəcək, bağışlamayacaq, cəhənnəmdə yandırandan sonra son mənzilini, məalını cənnət edəcək. Fərdi asilərdən gedirsə söhbət, onlar Allahın nəyə altındadır? İstəyi altındadır. Qeyd, lakin. Əhl-i-sünnə və cəmaə deyib ki, lakin labüddür bir qrup, tayfa, asilərdən, toplum cəhənnəmdə yansın, labüddür. Yanması labüddür. Niyə? O nususda varid olan o cəhənnəmə düşən hədisləri, ayələri yoxdur, öz yerini tapsın deyə. Nə başa düşdünüz? Qaçılmazdır nə? Bir toplum, fasiqin cəhənnəmdə yanması labüddür. Amma kim olacaq? Konkret kimdə olar? Belə şey yoxdur. Fərdi insana deyirsənsə, Allahın istəyi altındadır. Toplum olaraq deyirsənsə, labüddür yansın cəhənnəmdə. Fərq mühümdür, amma əbədi yox. Niyə? Çünki fasiqdir, mömindir, müsəlmandır. O yanandan sonra cənnətə düşəcək. Həmin o toplum hansı ki, cəhənnəmdə yandırıb Allah subhanahu və teala. Allah qorusun hamımızı. Bu fərdlə toplumun söhbətini başa düşə bildiniz? Düşə bilmədiniz. Sonra başa düşə bilməyib. Fasiqdir də, düz deyir də qardaş. Namaz qılmayan fasiqdir də. Burada toplum deyəndə ad çəkirik yoxsa yox? Yox, bilmirik. Amma dəqiq bilirik ki, bir toplum fasiq düşməlidir cəhənnəmə, labüddür. Niyə düşməlidir? Çünki nususda o varid olan kim bu günahları eləyərsə cəhənnəmə düşəcək, misal üçün qəlbində zərrə qədər kibir olan cənnət ona haramdır. Bu hədislər ki, yoxdur, vaid hədisləri. O öz yerini tapmalıdır axı. O öz yerini tapması üçün də kimsə düşməlidir cəhənnəmə. Amma kim düşəcək, məhz sənə də aiddir, sən fasiqsən. Sən müəyyən fərdi insansa, əhl-i-sünnə və cəmaə deyir ki, o Allahın istəyi altındadır. Toplum olaraq düşmək ayrıdır, fərdi olaraq gələndə hökmə, burada bu cür deyiblər. Mən ümid edirəm ki, başa sala bildim axı. Dayım.